Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bu gün sizinlə heç şişirtmirəm, bütün şəhərə səs salan bulka reseptimi paylaşacağam. Elə isə söhbəti çox uzatmadan keçək hazırlama qaydasına. Hazırlamaq üçün əsas olaraq bizə lazımdır 2 kiloqram un, üzərindən 1 yemək qaşığı mayanı, biraz da ilıq suyu əlavə edib qarışdırıram ki, maya aktivləşsin. Biraz keçdikdən sonra üzərinə 200 qram yağ əlavə edirəm. Sonra yarım kiloqram şəkər tozunu və 3 yumurtanı da əlavə edirəm. Sonra üzərinə 500 ml ilıq südü mərhələli şəkildə və 150 qram yağ tortasını əlavə edirəm. Ardından üzərinə 1 çay qaşığı sarı kök və 1 paket vanil də əlavə edirəm. Biraz qaşıqla qarışdırdıqdan sonra xəmiri əlimlə yoğurmağa davam edirəm. Xəmir artıq hazır olmağa az qalmış, üzərinə duru yağ əlavə edirəm və xəmiri beləcə toparlayıram. Bu cür yumuşaq, ələ yapışmayan xəmir alındıqdan sonra üzərini streçlə örtüb mayalanması üçün gözləyirəm. Xəmir mayalandıqdan sonra videoda göstərdiyim şəkildə hissələrə ayırıram. Ayırdığım hissələrin hər birini beləcə kündələyirəm. Ardından yayıb forma verirəm. İçli üçün mən gavalı cemindən istifadə etdim, amma bu tamamilə zövqə görədir. İstəsəz heç istifadə etməyə də bilərsiniz. Elə sadə bulkunun özü də çox ləzzətli olur. Dadının ləzzətli olmasından əlavə həm də gözə də xitab etməsini istədiyim üçün belə fərqli, gözəl formalar hazırlayıram. Hazır olan bulkaları belə yağlamış olduğum soba sinisinə yerləşdirirəm və burada da bir müddət, bir neçə dəqiqə gözlədirəm. Bulkanın üzərində yaratmış olduğum boşluğa da cem yerləşdirirəm. Məncə belə daha da qəşəng göründü. 20 dəqiqəsini də belə gözlətdikdən sonra yumurta sarısı və süd qarışığını bulkaların üzərinə çəkirəm. Ardından 180 dərəcəli qabaqcadan isidilmiş sobada bulkaları bişirirəm. Gördüyünüz kimi bulkaları müxtəlif formalarda hazırlamışam. İstədim ki, dadı kimi görüntüsü də qəşəng olsun. Videonun bu hissəsində bişən bulkaların həm altını, həm də üzərini sizə daha yaxından göstərmək istədim. Həm də gördüyünüz kimi çox yumuşaq alınıb. Dəyərli izləyicilərim, əgər videomu, reseptimi faydalı hesab etdinizsə, bəyənməyi və fikirlərinizi şərhlərdə bildirməyi unutmayın. Bu dəfəlik isə məndən bu qədər. Növbəti videolarda görüşərik. Sağlıqla qalın.